Ərəb dilində təsəvvüf və ya sufizm İslamda bir asketik və mistik cərəyandır. Buraya təlimlər, ruhani praktikalar, insanın daxili mənfi fikirləri ilə mübarizəsi və fərdin ruhani tərbiyəsinə yönəlmiş müsəlman zahidliyi daxildir. Təsəvvüf ardıcıllarına sufi deyilir. İslamda yaranmış mistik asket təlimi olan sufizm, onun nümayəndələrinin fikrincə şəxsi təcrübə, insanla Allah arasında birbaşa mənəvi ünsiyyət vasitəsilə mümkün ola bilər. Bu ünsiyyət qəlbində Allaha doğru gedən yolda məhəbbəti ilə addımlayan insana gələn ekstas halı və ya daxili nurlanma ilə əldə edilir. Sufilər Allaha məhəbbətlə ibadət edərək maddi aləmdən azad olmağa və mənəvi cəhətdən yüksəlməyə çalışırlar. Bu yol yüksək əxlaqi dəyərləri əldə etməyi və lovğalıq, xəsislik, kobudluq kimi mənfi xüsusiyyətlərdən xilas olmağı hədəfləyir. Sufizm dini cərəyan kimi eramızın 8-ci əsrində İslamın meydana çıxmasından qısa müddət sonra yaranmışdır. Sufizm ərəbcə yun mənasını verən suf sözündən yarandığı iddia olunur. Sufilər o zaman dünyanın naz nemətlərindən imtina etdikləri üçün ən ucuz material sayılan yundan tikilmiş paltar geyinirdilər. Beləliklə bu insanları suf adlandırmağa başladılar. Zaman keçdikcə sufizm dünyaya öz xüsusi dini, fəlsəfi və əxlaqi baxışını inkişaf etdirdi. 11-ci əsrin ortalarında sufizm ideyası sürətlə nəinki bütün müsəlman dünyasına yayıldı, həmçinin İspaniya, Siciliya və Balkanlara da nüfuz etdi. Eyni dövrdə sufi birliklərindən ibarət olan sufi ordenləri meydana çıxdı. Bir sufi ordena qəbul edildikdən sonra həmin orden yaradıcısına sədaqət andı içirdi. Orden və onun yaradıcısı ilə əlaqə ezoterik xarakter daşıyırdı. Ehtimal olunurdu ki, ordenin üzvü olmaqla hər bir şəxs eyni vaxtda ilk 4 salih xəlifələrin və Peyğəmbərin özünün davamçısı olur. Bu ehtimal orden üzvləri üçün Allahla müqəddəs əlaqənin vacibliyini vurğulayırdı. Allahla məhəbbət mövzusu sufizmin əsas məqsədinə çevrilmişdi. Üstəlik məhəbbət mövzusu sufilər arasında mistik xarakter almışdır. Onların düşüncələrinə görə xarici dünyanın bütün nemətlərinə sevgi dayandıqda, o zaman insanda Allaha həqiqi sevgi yaranır. Bəzən sufizmdə Allah məcazi olaraq sevilən, sufi isə sevənə bənzədilmişdir. Allaha qovuşma bu məzmunda sufizmdə fəna adını qazanmışdı. Bu ruhi hal, egoizmdən imtina, Allahın iradəsi qarşısında öz iradəsinin təslim edilməsi və ya bu proses zamanı öz şəxsiyyətinin bir növ əriyərək Allahla qovuşma kimi təsvir edilmişdi. Bu qovuşma zamanı sufilər üçün ən yüksək məqsəd insanla Allah arasında ittihada və ya digər sözlə ifadə etsək, eyniliyə nalik olmaqdır. Ehtimal olunur ki, ittihad sufi mistik ekstaz anında olan zaman baş verir. Lakin insan Allaha və ya onun təcəssümünə çevrilmir ki, bu da İslam qanunlarına ziddir. Burada daha çox fərdin iradəsinin uca Allahın iradəsinə tabe olması vurğulanır. Bütün dünyada məşhur olan sufi poeziyası xüsusi diqqətə layiqdir. Onun poetik obrazları çox vaxt dini yolda Allahla sevgi və birləşmə mövzusuna istinad edir. Sufilər ruhun iki halına çox əhəmiyyət verirlər: məqam və hal. Məqam sufinin Allaha doğru ruhani hərəkəti prosesində əldə edilən mərhələdir. Hal isə birbaşa Allahın bəxş etdiyi ruhi əhval-ruhiyyəni, məsələn sevinç və ya ilahi hissləri əks etdirir. Əksər sufi məzhəblərində seçilən ən mühüm məqamlar günahları tövbə etmək, haram işlərdən çəkinmək, dünyanın maddi nemətlərdən uzaq durmaq, mal-dövlət toplamaqdan imtina etmək, səbir, Allahın iradəsinə təvəkkül və razılıqdır. Sufizmdə bir çox mistik və ruhi hallar mövcuddur. Məsələn, insanın qəlbində Allaha hüzur və yaxınlıq mənasını verən hudur və yaxud insan ruhunda gizlənən
mistik idarə olunmaz biliklər olduğu sir halı. Sufizmdə əsas əməl zikirdir. Buraya dua və ya Allahın adını təkrarlanması daxildir. Bu təkrarlanmalar vasitəsilə sanki Allahı öz qəlbinə yeritmiş olurlar. Sufilərin Allaha istinadları çox vaxt rəqs və ya musiqi ilə müşayiət olunur ki, bu da bəzən musiqinin İslamda ritual hərəkətlərlə bir araya sığmadığına inanan müsəlman aləmlərinin tənqidinə səbəb olur. Buna baxmayaraq, Mövləvi Dərviş ordeni sufilərinin rəmzi rəqsi məşhurdur. Bu rəqs zamanı insan ilahi enerji əldə edir və özünü tamamilə Allah qarşısına təslim etməklə ona qovuşma məqsədini daşıyır. Ümumiyyətlə dinindən, mədəni mənşəyindən və sosial statusuna asılı olmayaraq, hər bir kəs prinsipcə sufi ola bilər. Kainatın yaranması, inkişafı və insan rolu haqqında sufi təlimləri kifayət qədər mürəkkəbdir. Sufi mütəfəkkiri İbn Ərəbinin varlığın birliyi nəzəriyyəsinə görə bizim dünyamız Allahın özünün təzahürüdür. Kamil insan isə Allahın təbiətinin əksidir. Lakin insanlar Tanrı ilə eyni olmadığı üçün bu anlayış göründüyü kimi panteizmə yaxın deyil. Onlar yalnız onun sifətlərinin və kamilliklərinin təcəssümüdür. İnsan özünü inkişaf etdirərək Allaha yaxınlaşmağa çalışır. Onun kamilliyini təcəssüm etdirir. Belə insan Allahın nəzərində ən sevimli bəndələrinə çevrilir. Sufilər deyirlər ki, bu yolla nəzəri olaraq insanlar ilahi mahiyyətin təzahürünə çevrilə bilərlər. Sufi alimlərinə görə sufilik müsəlmanın mənəvi axtarışların nəticəsidir. Sufilik yolu ilə gedən müsəlman maddə aləmdən azad olmağa və mənəvi cəhətdən yüksəlməyə can atır. Bunu edərkən Allahı sevərək ona ibadət edir, yüksək əxlaqi xüsusiyyətlərə yiyələnir. Beləliklə sufilər dua və orucla fədakar sevgi və xidmət nümayiş etdirərək Allaha yaxınlaşmağa çalışırlar. Sufilər hesab edir ki, mənəviyyat yolçuları dözümlülük, sülhsevərlik, yüksək əxlaqi xüsusiyyətləri əldə edərək lovğalıq, xəsislik, kobudluq kimi mənfi xüsusiyyətlərdən qurtara bilərlər. Onlara görə ruhani inkişaf yalnız qadağalarla və fətvalarla əldə olunmaz. Buna görə də problemlərin yalnız zahiri tərəflərini nizamlayan qanunlardan fərqli olaraq, sufilik hər kəsin ruhu aləminə təsir edir. Ona Allaha içdən gələn sevgi duyğularını aşılayır. Tarix boyu sufizm müsəlman cəmiyyəti tərəfindən dəfələrlə tənqid olunmuşdur. Onların nöqteyi nəzərindən sufizm klassik İslam'a malik olduğu ənənəvi ibadət formaları və ənənələrindən kənara çıxır. Sufilərin zikr məclisləri, musiqi və rəqs kimi ibadət formaları İslam qanunlarına zidd hesab edilirdi. Bundan başqa digər yeniliklər də mübahisələrə səbəb olurdu. Məsələn, xristianların Milad bayramını açıq şəkildə xatırladan Peyğəmbərin Mövlud gününün qeyd edilməsini buna misal göstərmək olar. Sufilərdə zahidlik və tənhalığa meyillik bəzən İslam cəmiyyətində alqışlanmırdı. Bu tənqidlərə cavab olaraq sufilik tərəfdarları zikr və ya rəqsin özlərini Allaha təslim etməyin formalarının biri olduğunu bildirirlər. Və klassik İslam dünya görüşünə fərqli olaraq burada əsas məqsəd cənnətə çatmaq və ya cəhənnəmdən yaxa qurtarmaq deyil, sadəcə olaraq Allahla qovuşmaq olduğunu deyirlər. Bütün bunlar ilə bərabər İslam mistisizminin klassik İslam praktikası ilə ortaq bir cəhəti var. Hər iki halda əsas məqsəd Allaha ibadət etmək və onunla ruhani ünsiyyət qurmaqdır. Sufizmin ən görkəmli nümayəndəsi sayılan Cəlaləddin Mövlana Rumi o zaman Xarəzm Şahlar dövlətinin indiki Tacikistan ərazisində olan Bəxş vilayətində dünyaya gəlmişdir. İslam hüquqşünası, filosof və şairi olan Cəlaləddin Rumi həyatın böyük hissəsini indiki Türkiyənin ərazisinə yerləşən Konya şəhərində yaşamışdır. Sufi şairi olan Ruminin Məsnəvi adlanan ən məşhur əsəri sufizmin ən böyük poeziya abidələrindən biridir. Bu kitabda əsas ideyalar bunlardır. İlahi məhəbbət,
Varlığın birliyi. İnsanın ruhi səyahəti. Nəfs və ruh mübarizəsi. Hekayələr vasitəsilə hikmət. Məsnəvi əsəri sufizmin və İslam mistisizmin əsas mənbələrindən biridir. 700 ildən çoxdur ki, sufi dərvişlər, alimlər və şairlər tərəfindən ruhani təlim kitabı kimi öyrənilir. Onun şeirləri bir çox dillərə tərcümə olunmuşdur. Ruminin əsərləri nəinki yaxın şərqdə, həmçinin Avropa ölkələrində, o cümlədən Amerikada məşhurdur. Amerikada Cəlaləddin Rumi şeirləri ən çox satılan müəllif kimi tanınmışdır. 13-cü əsrdə onun oğlu Sultan Vələd Konyada Mövləvi sufizm təriqətinin əsasını qoydu. Onun ayinlərində Ruminin əsərlərindən istifadə olunur. Rumi Osmanlı Türkiyəsində ən nüfuzlu və bugün də mövcud olan bu təriqətin dərvişlərin mənəvi əcdadıdır. Azərbaycanda da həmçinin görkəmli sufi şeyxləri fəaliyyət göstərmişdi. Onlardan biri də Seyyid Yəhya Bakuvidir. Seyyid Yəhya Bakuvi görkəmli sufi şeyxi və filosof idi. Onun həyat və yaradıcılığı həm Qafqazda, həm də İslam dünyasının sufizm tarixində dərin iz qoymuşdur. O, Azərbaycanda xəlvətilik sufi təriqətinin ən görkəmli nümayəndələrindən biri kimi tanınır. UNESCO 2013-cü ili Seyyid Yəhya Bakuvi ili elan etmişdir. Tarixçilərin məlumatına görə Seyyid Yəhya Bakuvi Şirvanşah 1-ci Xəlilullahın dövründə saray alimlərindən biri olub. O, Şamaxı şəhərində doğulmuşdur. Gənclikdə Şeyx Sədrəddin təriqətinin davamçısı olmuşdur. Şeyx Sədrəddin ölümündən sonra Bakıya gələrək ömrünün sonuna kimi burada yaşamışdır. Dövrümüzə Bakuvinin 30 əsəri çatmışdır ki, onlar da əsasən sufizm ideyalarını daşıyır. Alimin əsərlərinin əksər əlyazmaları Türkiyənin Manisa şəhərindəki Muradiyyə kitabxanasında saxlanılır. Bakuvi Bakıda Şirvanşahlar Saray kompleksinin yuxarı həyətində türbə binasında dəfn edilmişdir. Bundan başqa Yunis Əmrə, İbn Ərəbi, Hafiz Şirazi, Fəridəddin Əttar, Bulleh Şah və digər məşhur filosof və şairlər də sufizm ideyalarını tərənnüm etmişlər. Sonda sufizm müdrikliyini əks etdirən məşhur kəlamları nəzərinizə çatdırmaq istərdim. Zehni iş bütün kədərləri yatırır. Əgər gözəl əxlaqın varsa, sən artıq bir məscid kimisən. Hər kəs orada rahatlıq tapar. Ən pis tənhalıq səni anlamayan insanların arasında olmaqdır. Mərhəmət Allahın nəfəsidir. Mərhəmət göstərən Tanrının adını yaşadandır. Əxlaqın gözəlliyi üzün gözəlliyindən daha çox nur saçır. Təvəzzökarlıq torpaq kimidir. Hər kəs üzərində gəzər, amma o gül bitirər. Dünən mən ağıllı idim və dünyanı dəyişmək istədim. Bugün mən müdrikəm və özümü dəyişmək istəyirəm.
İnsanın qəlbini sındırmaq olmaz. Tanrı orada məskən salıb. Əgər içində mərhəmət yoxdursa, nə zikir, nə ibadət səni xilas etməz. Əgər bir insanın qəlbini sevincə qərq etmisənsə, artıq dua etmisən. Səni incidənə dua et. Çünki o sənə səbir və mərhəmət öyrədir. Allahı sevmək, onun yaratdıklarını sevməkdir. Başqalarının üzərindən keçərək cənnətə gedə bilməzsən. Uğurlu insanlar səyahətin özündən həzz alır. Təyinat nöqtəsinə çatıb çatmayacaqları onları narahat etmir. Xoşbəxtlik digərlərinə kömək etməkdə, digərlərinin yanına olmaqdan və yanında heç nə olmadıqda hətta verdiyi təbəssümdən gəlir. Sufi yolu din deyil, şuurun bir halıdır. İnsanlar həqiqəti deyil, təsdiqi axtarırlar. Ağac nə qədər meyvə verirsə, o qədər əyilər. İnsan da nə qədər kamillərsə, o qədər təvazökar olar. Fəzilətin əsası ədalətdir. Ədalət olmayan yerdə nə din, nə vicdan qalır. Əsl din insanın içindəki mərhəmətdir. İnsanın geydiyi paltarları geyinin və yediklərini yiyin, amma daxilən onlara qarşı laqeyd olun. Sufi heç bir şeyə bağlı olmayan və heç bir şeyin ona bağlı olmadığı bir insandır.